Məsələni araşdırmaq üçün çəkiliş qrupumuz ilə birlikdə rayonda olan bazar və marketlərə baş çəkdik. Un satışı ilə məşğul olan topdan satış və fərdi satış sahibləri müsahibə verməkdən qəti şəkildə yayındılar. Onlar məsuliyyəti özlərindən ataraq un gətirən şirkətlərin qoyduğu qiymətə görə satışı tənzimlədiklərini dedilər. Təndirxanalarda isə bir neçə gün əvvəl 40 qəpiyə olan çörəyin qiyməti 10 qəpik baha satılırdı. 2 gündür qalxıb. Bax bu günləri 2 dənə çörək satmışam. 50 köpük, heç kimdə gəlmir. Təndirxana sahibləri bunu unun qiymətinin 8-9 manatadək qalxması ilə əsaslandırmağa çalışdılar. 18 manata unun kisəsini alırdı. İndi alıram 26 manata. Orada bir nəzarət olunsun ki, un qalxmasın. Zavod çörəyinə gəlincə isə satıcılar əvvəlki qiymətin hələlik dəyişmədiyini bildirdilər. Çörəklərin qiyməti dəyişib, qalxıb? Yox, xeyr, dəyişilmir. Eyni qiymət 25 qəp. Sakinləri də ümumi qiymət artımları arasında daha çox qidamızın əsasını təşkil edən unun və çörəyin bahalaşması narahat edir. Mağazına girir, hər şey bahalıqdır, heç nə deyə bilmirik. Çörək öz qiymətini almışıq zavod çörəyin, amma ki un kisəsini əvvəl 16 manat, 18 manat civarında alardıq. Hal-hazırda 26-27 manatdır. Unun bahalaşması ilə əlaqədar çörəyin çəkisinin azalacağı da istisna olunmur. İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımının qarşısını almaq məqsədi ilə monitorinqlər həyata keçirir. Ümidvarıq ki, bu tədbirlər sayəsində bütün ölkə ərazisində, habelə Lənkəran rayonunda da işbazlığın qarşısı alınacaq. Eyüp Məmmədov, Əfsun Ələsgərli, Elşən Əhmədov, Lənkəran.